Ölkə başçısı tərəfindən 23 dekabr 2024-cü ildə imzalanan sərəncamla Nazirlər Kabinetindən sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün 3 ay vaxt müəyyənləşdirilib. Həmin müddət martın sonunda başa çatıb. Bəs görəsən, sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq? Qısa xəbər, az xəbər verir ki, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədr müavini deputat Azər Badamov qısa xəbər açıqlamasında bildirib ki, bu il yeni sosial paketin icra olunacağı ilə bağlı ötən ilin sonunda məlumat verilmişdi. O xatırladıb ki, Prezident İlham Əliyev 23 dekabr 2024-cü ildə sərəncam imzalayaraq Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün 3 ay vaxt vermişdi. Hesab edirəm ki, Nazirlər Kabineti bu məsələnin üzərində çox ciddi işləyir. Müvafiq artımların edilməsi üçün maliyyə və hüquqi bazanın hazırlanması istiqamətində proqram hazırlayır. Bu baxımdan artımlarla bağlı icraatın yaxın zamanlarda başlayacağını düşünürəm. Dövlətimiz sosial siyasəti günü-gündən dərinləşdirir. İcra olunmuş 5 sosial paket 7,6 milyard manat maliyyə tutumu ilə 4 milyon nəfərin sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərir. Belə ki, bu dövrdə minimum əmək haqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, orta aylıq əmək haqqı isə 2 dəfəyə artır. Sosial müavinət və təqaüd ödəyişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb. Sosial müavinət və təqaüd ödəyişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb. Ünvanlı dövlət sosial yardımın orta məbləği 2,6 dəfə, yaşayış minimumu 65%, ehtiyac meyarı isə 2,2 dəfə artır. Bu ildən icrasına başlanmış yeni sosial islahat paketi 3 milyon nəfəri əhatə edəcək və dövlət büdcəsi üçün illik 1,4 milyard manat əlavə maliyyə yükü yaradacaq. Təbii ki, növbəti artımların həyata keçirilməsi əhalinin sosial rifahını daha da yaxşılaşdıracaq.